Türk Dünyasından Salamlar proqramında hamılıqla xoş gördük sevgili TV1 tamaşaçıları. Bu görüşümüzdə şəxsi arxivimin illərcə qoruduğum qiymətli lent yazılarından qədim qayın Borçalımıza səyahətə dəvət etmək istəyirəm sizləri. Ulu dədələrimizdən Qıpçaq türklərinin tikib, qurub ucaltdığı, şəhər mədəniyyəti gətirdiyi, el içində el, dil içində dil bəslədiyi Borçalıdan lent yazılarına bircə tamaşa edəcəyik. O dağ qeyrət, bu dağ sirdaş, o dağ ər. Bir söz demə, od püskürər o dağlar. Dədəm Qorqud xəyallıdır bu dağlar. Mən qərib deyiləm, qərib deyiləm. O bulaqlar nənəmin göz yaşıdır. O üfüqlər Koroğlunun qaşıdır. Hər qarış yer ürəyimin başıdır. Bu yurd mənim, yurdda qərib deyiləm. Əzəlim bu torpaq, sonum bu torpaq. Qoymaram bu yurtda qarala ocaq. Etibarda qərib olaram, ancaq doğma torpağımda qərib deyiləm. Niyə qərib olasıyıq ki? Düz 1936-cı ilə qədər bu şəhər Tiflis adlanıb. Ortaqala, Şeytan bazar, Bəzəkli hamam, Cümə məscidi, Təklə karvansarası, Koroğlu qayası, Saburtala, Cırdahan, Çaylaq, Narınqala, Gəncə qapısı, Basqallar, Şıxlı, Şahtaxtı, Seyidlər, Nəftulu. Saymaqla bu adlar qurtarası deyil. Tiflisdə 730-cu ildə məscid tikildiyi yazılır salnamələrdə. 15-ci əsrdə Ağqoyunlu sərkərdəsi Xəlil bəy Bəqdaşi tərəfindən Bəqdaşiyyə məscidi, 1522-ci ildə Şah İsmayıl tərəfindən Əliyyə məscidi, 18-ci əsrdə də Osmanlılar tərəfindən minarəsi göylərə bülənd olan cami inşa edilib Tiflisdə. Əzəmətli Şah Abbas məscidi 1949-cu ildə Sovet rejiminin zavalına gəlib, dağıdılıb. O vaxtdan adı beləcə dillərdə qalıb, özünü bu doğma şəhərin qoynundan silsələr də. Yurdsevərlərimizi Tiflis Cümə məscidinə götürəsiyik qarşıda. Hələliksə düz şəhərin mərkəzində, üst tərəfi bəzəkli, sağında qədim hamam kompleksi yerləşən baş küçədən şair dramaturq Əlixan Binnətoğlunun proqramımıza verdiyi müsahibə. Bizim durduğumuz bu yer Tiflisin mərkəzidir. Tiflis məhz buradan başlayır. Elə Qorqasal da şəhəri şənləndirməyə başlayanda həmən bu yerdən başlayıbdır. Bax bu, demək ki, burada isti sular olubdur, kükürtlü sular olubdur və bu kükürtlü suların əsasında burada hamamlar yaradılıbdır və onun əsasında da şəhər yaradılıbdır və Azərbaycanlılar da məhz bizim bu mərkəzdə yaşayıblar. Burada fəaliyyət göstəriblər. Burada bizim qədim mədəniyyətimiz formalaşıbdır. Bax, elə burada sol tərəfdə bizim qədim teatrımız yaranıbdır. 1912-ci ildə bizim Tiflis cəmiyyəti, Azərbaycan cəmiyyəti bir binanı alıblar, Azərbaycan Dövlət Dram Teatrı. Həmən o binanı alıblar və orada studiya yaradıblar və onun əsasında da orada teatr yaranıbdır. Mən indi həmin teatrda işləyirəm. 47-ci ildə bizim teatr işi dayandırılanda onu veriblər başqa idarələrə, həmən binanı və onlar binanı əsaslı şəkildə istismar ediblər, təmir ediləməyiblər. Bina çox yararsız bir hala düşübdür. İndi onu əsaslı şəkildə təmir ediləmək lazımdır. Hər halda iş gedir və Azərbaycanın, Gürcüstanın birgə səyi nəticəsində teatr təmir olunacaqdır. Bir neçə səhnə əsəri artıq tamaşaya qoyulubdur. Amma onları, həmən əsərləri burada tamaşaya qoyulmaq mümkün olmadığından başqa teatrlarında biz onları tamaşaya qoymuşuq. Tiflis buradan başlayır və burada bu ətrafımızda olan adamların əksəriyyəti Azərbaycanlılardır. Demək, Azərbaycan, arxada olan o böyük bir küçə var. Orada hamısı yaşayan Azərbaycanlılardır və məhz bu Azərbaycan mərkəzindən
Azərbaycana salam söyləyirəm. Buradan sol tərəfə millənən küçədə Azərbaycan teatrı yerləşir. Bir tin yuxarı Allah qəni-qəni rəhmət eyləsin. Yeri beşlik Rəşid Behbudovun dünyaya göz açdığı məhəllədir. İbrahim İsfahanlığının yaşadığı küçə. Bu da evinin hələ də əl izlərini qoruyub saxlayan əşyaları, xatirə lövhəsi. Bu məkana qətiyyən sizləri gözü yolda qoymayıb, mütləq dönəsik əziz yurdsevərlərimiz. İndiliksə, hər bir Azərbaycanlının ürəyini riqqətə gətirəcək müqəddəs bir yerə yol alırıq sizinlə birlikdə. Onlar fəxrimiz, onlar fəxarətimiz, millətimizin and-iman yeri. Şərqdə dramaturgiyanın əsasını qoyan böyük filosof Mirzə Fətəli Axundov, onun müəllimi Mirzə Şəfi Vazeh, dövlətçiliyimizin rəmzləri Fətəli xan Xoyski, Həsən bəy Ağayevin uyuduğu tarixi məzarlıq. Bugün Botanika bağı adlandırılan, vaxtilə isə Azərbaycanlılardan ötürü çox müqəddəs bir yer olan qədim qəbirstanlıqdan günümüzə yalnız bu məzarlar qalıb. Bu ağaclardan hər birinin rişələndiyi torpaq altda bir qəhrəman oğul, bir el ağsaqqalı, el ağbirçəyi yatır. Yerin üstündəki işləklərə, dünyanın gəldi-gedərliyinə qımışa-qımışa, müqəddəs ruhları ulu yaradanın ehtiva etdiyi bu bitkilər, ağaclar şəklində ziyarətə gələnlərə sarmaşan, söz demək istəyən əzizlərimiz, sizin varlığınızı canlı şəkildə hiss etdik burada. Başını yelləyib bizimlə salamlaşan, müqəddəslərimizi əhatəyə alıb köksünə sıxanlarımız, uyuduğunuz o torpaq vətənin bir parçasıdır, kimliyimizdir, ruhumuzun, yaddaşımızın daşıyıcısıdır valla. Kim nə deyir desin, biz belə gördük. Hər bir Azərbaycanlının da o müqəddəsləri ziyarət etməyi canı könüldən istərdik. El bilir ki, sən mənimsən, yurgum yuvam məskənimsən, anam doğma, vətənimsən, ayrılar mı? Azərbaycan, Azərbaycan. Tiflisin 73 saylı Azərbaycan məktəbinin birinciləridir bu ciyərparalarımız. Kim bilir, hərəsi bir Mirzə Cəlil, Dilarə Əliyeva, İbrahim İsfahanlı olacaq gələcəkdə. Onu da deyək ki, Tiflisdə dünyəvi məktəbimizin tarixi 1847-1849-cu illərə gedib yetişir. İndi ilin hansı fəslidir? Hayır. Bugünkü dərsimiz nə idi? Ders. Təbiət dərsidir. Yay uzunu təmiri başa çatmayan məktəbimizin lap tezliklə ən gözəl şəkildə müəllim və şagirdlərinin ixtiyarında olacağı inamı ilə hər kəsə uğurlar diləyib Tiflisin Azərbaycan teatrına yollanırıq. Teatrın yerləşdiyi məkan buradan o qədər də uzaqda deyil.
olsun təki. Amma tamaşaya hazırlanan, məşqlərinə gedib çıxdığımız əsərin hansı səhnədə göstəriləcəyi narahatçılığı bizi gördüklərimizdən sonra yaman tutdu. Ay Allah! Müsaadeniz de değerlidir. Siz unutursunuz bilmez, kentliler sizin nenenize hak vermediler. Ve ilah vesair bəli. Ben cavan oğlan sizden 2 dəvə yaşlıyam. Ben xahiş edirəm, benimle bu cür himcimle kənar danışarsın. Siz desipkarsınız. Desipkar. Ты. Ты. Потому сейчас убьют тебя сейчас из-за этого, то, что ты сказал. Давай. Siz ne dediniz? Dekorasiyaları üst-üstə yığılan, binasında yerli əhalinin yaşadığı, zavallı görkəmi ilə onu görənlərdən imdad gözləyən bu tamaşa salonu, bu teatrın zamanında gür-gürlayan vaxtları olub. Hanı indi bu səhnənin Vaqifi, hanı Məcnunu, Leyliləri qeybə çəkirdimi? Bu sənət məbədinin miskin görkəmi ürəkləri ağrıtmırmı görən? Allah hər birimizə insaf versin. Ay kişilər, ay həmvətənlər, axı bu teatr bizimdir, bizim adımıza, bizim ünvanımıza xidmət edən, buranı görüb bizlər haqqında təsəvvür yaradacaq bir məkandır. Bu teatr böyük səhnə xadimləri yetirib. Onların ruhu bağışlamaz bizləri. Bir də heç sormayan o söhbətləri indi, nə deyəsən, günümüzün reallığı bu isə. İndi də Tiflisin tükan bazarlarında Azərbaycan xalçaları yaman baha satılır. Əlimizdən çıxan işin dəyəri böyükdür. Bunu bizdən olmayanlar lap gözəl dərk edir. İşçi qalır özümüzə, vallahi elə bir Allah umudun olur. Bu yerdə Tanrıdan buyruq, ağzıma buyruq məsələ yada düşür. Tiflis bizlərdən ötürü Şərqi Rusun, Ziyanın, Kəşgülün, Molla Nəsrəddinin yeni fikrin nəşr edilib dünyaya çıxdığı məkandır. Bu evdə cahilliyə, xurafata, nadanlığa qarşı Şərqin ən böyük əsərləri yaradılır. Onları bir Azərbaycanlı oğlu Mirzə Fətəli bəy yazıb. Cəmiyyətdəki mövqeyinə, çiynində daşıdığı epaletlərə baxmayaraq, içindəki milli mənafeyi heç niyə qurban vermədən qələmini milləti üçün onun sabahları namını işlədib. Yenə də həmin missiyasındadır Mirzə Fətəli bəyin ruhunu daşıyan bu məkan. Bu da Gürcüstanın paytaxtı Tbilisidə cümlə Azərbaycanlıların, elə Gürcülərin də ziyarət etdiyi daha bir doğma məkan. Ulu öndərimiz Heydər Əliyevin adını əbədiləşdirən park. Ruhu şad olsun.
Milli liderimizin vəsiyyətləri gənclərimizin həyat hamanına çevrilir bugün. O sıradan hələ 20 yaşını tamam etməmiş, vətənpərvər, gənc, gözəl bir qızımızla tanış edəsiyik sizləri. Tbilisi Universitetində ali təhsil almaqla yanaşı, həm də Azərbaycan teatrında aktyorluq edir. Milli rəqslərimizin təbliği onların məktəb şagirdlərinə öyrətməklə məşğuldur. Bu, onun məşhur sarı gəlin rəqsinə hazırladığı geyimdir. Xalq mahnıları, milli rəqslərimi sevirəm, Azərbaycan rəqslərini sevirəm və üzərində çalışıram ki, daha da gözəl, daha da işıqlı olunsun. Bax, məktəbdə də rəqs hazırlamısan da. İndi biz baxdıq, tamaşa elədik sənin o Tbilisdə keçirilən azıq xalqların, yəni rəqsləri ilə bağlı belə bir kompozisiya hazırlamısan. O kompozisiyanı bax necə hazırladın, tamam o Azərbaycanda bilməyən o uşaqlar ki var. O məktəbə dəvət aldım, rus məktəbidir, ancaq orada gürcülər də, ruslar da, ermənilər də vardı, şagirdlər. Və sinifdə 40 nəfər var idi, o 40 nəfərdən mən istifadə etdim, onlara Azərbaycan rəqsi öyrətdim. Ki, Novruz şənliyini həmin gün orada ifa elədim. Və uşaqlardan səhnə hazırlamışdım. Mahnı, Azərbaycan mahnısı, Yurdum Yuvam Məskənimsən. Bunların hamısını ifa eləyən uşaqlar hamısı ermənilər idi. Yəni ki, ruslar da var idi, amma gürcülər də var idi, çoxları erməni idi. Yəni o məktəbdə təhsil alanlar ruslar və ermənilər idi, bəli. O məktəbə dəvət aldın. Bəli, amma elə bir ki, bir həftə içərisində mən bunları hazırladım səhnəcikdə, rəqsidə, mahnında, amma öz ana dilimizdə. Ermənilərə, yəni onlara, ruslara mən öz ana dilimizdə rəqs hazırladım, səhnəcik hazırladım. Yəni sənə tələb qoyulmamışdı ki, hansı mahnı olsun? Yox, özüm seçdim, özüm, Azərbaycan mahnısı olsun. Azərbaycan mahnısı. Var idi Rusiyanı, var idi Ukraynanın, var idi Gürcülərin, o başqaları da başqasını hazırlamışdı. Sən bu uşaqlara... Mən bu uşaqlara çox uğurla başa çatdım. Çətin oldu biraz, amma o 40 nəfərlə həm dilimiz, həm bu şeyi başa düşmürdülər. Şeyləri yazıb verirdim, bir şeylə çətinliklə öyrədirdim. Mən də danışdıqca onlar da danışdılar. Mən də və beləliklə öyrəşdilər hər şeyi. Onlar da əllərində Azərbaycan bayrağı ilə. Bəli, Azərbaycan bayrağı ilə. Hətta tək məktəbdə deyil. Mən mətbəx də hazırlamışdım. Ploydu, Azərbaycan mətbəxini hazırlamışdım. Çox hər şey uğurla baş. Hətta tək məktəbdə deyil, yoldan keçəndə hətta məni evə yola salanda qışqırırlar, yolda bayraqla Azərbaycan deyə qışqırırlar bütün ermənilər, ruslar. Ən çoxu demək olar ki, ermənilər qışqırırdı, Azərbaycan, hamı belə baxmış, dəli olmuş deyil görənlərdir. Bax, indi planların nədir sənin? Planlarım budur ki, Gürcüstanda istəyirəm ki, Azərbaycan milli rəqsini yaradam, ansambl yaradam. Çox irəliləmək istəyirəm, bunun üzərində çox çalışıram ki, nəsə bir şey yaradam ki, Gürcüstanda da olsun Azərbaycan ansamblı ki, bizim üçün daha çox xoşdur bunların hamısı. Amma ona görə ki, kömək edən yoxdur. Mən irəliləməyə çalışıram, kömək edən yoxdur ki, irəliləyim, nəsə bir ansambl yaradım. Amma kömək etməsələr də yaradacam bunu, mən söz verirəm. Bax, bu ekrandan baxanlar olacaq, sənə kömək eləmək istəyənlər olacaq. İnşallah kömək eləmək istəyənlər olsa, çox xahiş edirəm, bunun üzərində möhkəm baxın və köməyinizi gözləyirəm.
gəlin bu fədakar el qızından maddi, mənəvi köməkliyimizi əsirgəməyək. Millət adına görülən işlərə hər birimizin qol qoymağımız gərəkir. Uğur olsun, Sevinc bala. Yavaş-yavaş gün axşama doğru əyilir. Biz hələ Marneolidə Azərbaycanlıların mədəniyyət mərkəzinə də baş çəkməliyik. Ziyarət edəcəyimiz qədim qəbirstanlıq, Alban məbədini də lentə alıb diqqətinizə yetirmək istərdik. Vaxt azalır, görünən işlər isə başdan aşır. Azərbaycanlıların mədəniyyət mərkəzi artıq 2 ilə qədərdir fəaliyyət göstərir. 2004-cü ildə Azərbaycan dövlət başçısının Gürcüstana səfəri zamanı Marneolidə bizim Bolşalılarla görüş oldu və bizim müraciətimiz oldu hər iki dövlət başçısına ki, Azərbaycanlıların mədəniyyət mərkəzi üçün böyük bir binanın inşa olunması, bir də ki, idman kompleksinin Marneolidə tikilməsi barədə biz xahiş elədik və xahişimiz müsbət rəylə qarşılandı və yəqin ki, bu yaxınlarda həmin bina artıq tikilmək üzrə olacaqdır və gələcəkdə mədəniyyət mərkəzi və idman kompleksi artıq bizim əhalinin necə deyirlər, istifadəsinə veriləcəkdir. Ona kimi biz boş durmadıq, kiraya götürmüşük bu gördüyünüz binanı və burada bizim mədəniyyət mərkəzinin bir neçə bölmələri fəaliyyət göstərir. Təhsil şöbəsidir, mədəniyyət şöbəsidir, hüquq şöbəsidir, bir də ictimai təşkilatlarla işbirliyi şöbəsidir. Artıq mədəniyyət mərkəzinə çox saylı gənclər cəlb olunubdur. Bizim proqramlar üzrə burada gürcü dili kursları, kompüter kursları, ingilis dili kursları açmışıq ki, orta məktəb və yaxud ali məktəb qurtaran Azərbaycanlı övladları burada bir balaca təhsilini artırsınlar və dövlətin idarə etmə orqanlarında işə cəlb olunsunlar. Və keçən il artıq 70-ə yaxın belə gəncimizi biz hazırlamışıq və bu il də oktyabr ayından həmin kurslar davam edəcəkdir. Bununla yanaşı təhsilimizdə olan problemlərimizlə, mədəniyyətimizdə olan problemlərimizlə biz çalışırıq, məşğul olaq. Bilirsiniz ki, sayımızın çox olmasına baxmayaraq, burada bizim heç bir mədəniyyət ocağı qalmayıbdır. İnkişafımız üçün, mədəni inkişafımız üçün təhsil ocaqlarımızı bitirən Azərbaycanlı balaları özünü bəzən MDB məkanına tuturlar, ali məktəblərində davam etmək üçün. Ancaq bizim marağımız ondan ibarətdir ki, onlar orta məktəbi bitirib, Tiflis ali məktəblərində həmin oxunu davam etdirsin. Çünki Gürcüstan ictimaiyyətinə inteqrasiya yollarının birbaşa yolu dövlət dilini yaxşı mənimsəmək və Gürcüstan cəmiyyətinə uyğun təhsilini davam etdirməkdir. Çox yaxşı bir haldır ki, bizim bu yaxınlarda Gürcüstan ölkə başçısına müraciətimiz oldu və dövlət başçısı bizə bu ildən 100 nəfər Azərbaycanlı balasına deməli, hazırlıq kurslarına imkan yaradırdı. Bu dövlət hesabına olacaq bu kurslar. Bizim 100 nəfər Azərbaycanlı hazırlıq kursunda oxuduğu müddətdə həm də ki, deməli, təqaüdlə təmin olunacaqlar. Və gələcəkdə onların qəbulu və ali məktəblərdə təhsili dövlətin hesabına olacaq. Bu bizim gələcəkdə yeni ziyalı qrupunun yaranmasına kömək edə bilər. Məktəblərimizdə problemlərimiz var, onunla məşğuluq. Mədəniyyətimizlə bağlı biz müraciət eləmişik Azərbaycan Mədəniyyət Nazirinə, Azərbaycanın başqa qurumlarına. Artıq bir neçə gün bundan qabaq bir-iki professional xoreograflarımız gəlibdir. Böyük bir rəqs qrupunun üzərində çalışırıq. Onların milli geyimlərini üzərində çalışırıq. Və bu islahatlarda və mədəni inkişafımızda xüsusilə Heydər Əliyev fondunun çox böyük dəstəyi var və o köməklə bağlı biz yəqin ki, bu islahatları Azərbaycanlılar yaşayan, məskunlaşan yerlərdə biz həyata keçirə bilərik. Gürcüstan Azərbaycanlı Yazarlarının Birliyi artıq onların çox gözəl planlı şəkildə işləri davam edir. Artıq onlar Gürcüstanda yaşayan, yaradan və onların nəşr olunmuş əsərlərinin təqdimat keçirilir. Dünyasını dəyişmiş yazıçılarımızın, şairlərimizin xatirəsi alınır və gələcəkdə bu barədə çox böyük işlər görmək planlaşdırılır. Artıq Yazarlar Birliyinin ilk almanaxı hazırdır. Təxminən 300-350 səhifəlik bu almanaqda 60-dan artıq yazarlarımız birləşibdir. Bunların bu yaxınlarda işıq üzü görməsinə
Azəri Press Agentliyi bizə dəstək verir. Planlarımız çoxdur. Hər kateqoriyadan olan ziyalılarımızı çalışırıq Mədəniyyət Mərkəzinin işinə cəlb edək ki, gələcəkdə burada yaşayışımız olsun, inkişafımız olsun və əhali öz torpağında məskunlaşıb Gürcistan cəmiyyətinə inteqrasiya edə bilsinlər. Tiflislə Marneuli, Borçalı arasındadır yol üstündəki bu qədim qəbirstanlıq. Kim olub bu məzarstanın ilk sakini? Torpağa baş qoyub, yurdun daşına, divarına çevrilənlər sizləri yad edirik. Ruhunuza Fatihə. Qədim vaxtlardan öz müstəqilliyini qoruyub saxlayan igid qarapapaqlar yurdu, Borçalı mahalı 18-ci əsrin əvvəllərində Gəncə Bəylərbəyinin tərkibində idi. Bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Muğanda Nadirin İran şahı elan olunması əleyhinə çıxdığından Tiflisi alan Nadir şah Borçalını Gəncə Bəylərbəyliyindən alıb həmin əyalətlərin də idarə olunmasını Kartli Kaxeti çarı Teymuraza həvalə etmişdi. Oğlu İraqlini amanat götürməklə. Gəncəli Cavad xan da öz hakimiyyəti dövründə Borçalı mahalını yenidən Gəncə xanlığına qaytarır. Şəxsi münasibətlərin milli mənafeləri üstələməsi yaman olur, qardaş. Özü də bunu edələr xalqın, millətin taleyində. Nəysə. Tariximizin uzaq qatlarını özündə yaşadan, əks etdirən yurd yerlərimizdəndir bu görüntülər. Hələ gələn efir görüşümüzdə bu min illərin tarixi abidələrinin elə yalan olmasın, min illik cəhrəsini, 100 ilin ipək qarısı əri şarğac edərkən görüm nə deyəcəksiniz. Qurutunu, yoğurtunu hazır edib, Simuzər bacı xəngələ gözləyir bizi. Ayna bulaqlar da onları lentə alacağımızı. Darvazlı uşaqlar da yolumuzu gözləyir. Lap tezlikləsə Gül Borçalının darvazında görüşərik.